Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takib edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Bu sual 11-ci siniflərə güvən buraxış imtahanında salınıb. Belə bir üçbucaq verilib. 3AD bərabər 4DC. BDC-nin sahəsi verilib. Bunun sahəsi 12-dir. Bəs ABC bütöv üçbucağın sahəsini bizdən istəyirlər. Gəlin belə yazaq. 3AD bərabər 4DC şərtinə əsasən biz AD böl DC bərabər 4 böl 3 yazaq. Və belə bir qayda var. AD-nin DC-yə nisbəti həm də S üçbucaq ABD-nin S üçbucaq BDC-yə nisbətinə bərabərdir. Və verilənləri də aparaq yerinə yazaq. Belə çıxır ki, 4 böl 3 bərabərdir. ABD-nin sahəsi x-dır, bilmirəm. BDC-nin sahəsi 12-dir. Çarpaz vurub həll etsək 4-ü 12-yə vuracaq. 48, 48-i 3-ə böləcəyik 16. Bu sahəni də tapdıq ki, 16-dır. İndi ümumi sahəni bizdən istəyirlər. S ABC bərabər 16-nın üstünə 12 gəlirik. Düzgün cavab 28 olar.